Allah bu günümüzü bizə çox görməsin. Qalxın gözəl, igid, qəhrəman, mərd, vətənini, xalqını sevən, Bünyadlı Rəvan Asif oğlunun ziyarətinə gəlmişik. Allah taburumun, 3-cü taburumun, Talış, su qovuşan, düşmənin ön xəttin yarılarkən, qəhrəmanlıq, şücaət göstərən, vətənin mərd oğlu Rəvan. Allah sağ rəhmət eləsin. Bugün qəhrəmanımızın anası da, atası da bizlə ziyarətdə bir yerdədir. Allah siz ana-atalara can sağlığı versin. Sizlərin qarşısında baş əyirəm. Həqiqətən də siz dəyərli insanlarsınız ki, igidləri, qəhrəmanları yetişdiribsiniz. Qəhrəmanımızın anası bir kəlmə ürək sözün desin bizə. Geldiğiniz için teşekkür ederim. Bir ana olarak, Şehit Bünyadlı Rəvanın anası olarak. Çok sağ olun. Çətindir. Oğul itirmek, evlat itirmek, o acını yaşamak. O acını yaşayanlar bilir ki evlat acısı nedir. Allah şehitlerimizin hamısına məqamları uca olsun. Bütün şehit ailelerine, şehit əzizlerine çoxlu səbir versin. Vətənimizi qorusun. Heç vaxtindən sonra müharibələr olmasın. Hiçbir ana ağlar qalmasın. Allah ordumuzu qorusun. Vətənimizi qorusun. Bütün müharibədə iştirak edən qazi balalarımızı Allah canlarını sağ eləsin. Sizlər var olun ki, şəhidləri unutmursunuz. Çox sağ olun. Gələn ayaqlarınız var olsun. Buyur Ağsaqqal, siz də bir qəhrəman şəhidimizin atası, dəyərli oğul böyüdübsünüz bizim millət üçün. Siz də Asif müəllim bir kəlmə ürək sözlərinizi deyin. Mən də bir onu deyə bilərəm. Bir daha olmasın müharibə. Heç bir ana, atanın gözü yaşlı qalmasın. Bu qədər. Allah canınızı sağ eləsin. Gözəl Almalı kəndinin qəhrəman şəhidləri, 3-cü taburun igid qəhrəman Rəvanı, məkanın cənnət olsun, qəbrin qarşısında baş əyirik və Almalı kəndinin dəyərli şəhidləri. Hər bir şəhidimizə Allah rəhmət eləsin. Amin. Hər bir Amin. şəhid anasına, şəhid atasına Allah səbir versin. Amin. Sizlərin qarşısında baş əyirik. Taburumun qəhrəman şəhidi, Bünyadlı Rəvan, məkanın cənnət olsun. 3-cü tabur əbədi olaraq səni qəlbində, ürəyində yaşadacaq. Qorxmaz, ürəkli, düşməndən geri çəkilməyən, düşmənin üzərinə qartal kimi şığıyan qəhrəman Bünyadlı Rəvan. Allah sənə rəhmət eləsin. Məkanın cənnət olsun. Amin.